Çap əməliyyatı edirik. Anal çap. Cavan xəstədir. Xəstənin uzuvundakı narahat edirdi. Qanıyırdı daha çox, ağrıları da olurdu. Çap əməliyyatında məqsəd burada biz lateral internal sfinkterotomiya deyirlər və yaxud yan anal sfinkterotomiya. Burada bir əzələni tapıb onu kəsməkdir. İnşallah Allahın köməkliyi ilə tez qutaracaq əməliyyatı və bəzən də xəstələrdə bu əzələyə bağlı olaraq, bu çata bağlı olaraq məməciklər olur. Xəstənin görüntü olaraq çox narahat edir. Onu da əməliyyat zamanı götürürük. Yaşlı xəstələrdə çox götürməməyə çalışırıq, amma gənc xəstələrdə xəstəni çox narahat etdiyinə görə çalışıb onu da götürürük. Hal-hazırda sfinkterotomiyaya çalışma verib. Əzələni tapdıq, kəsdik, xəstə rahatladı. Biz həm də əməliyyat vaxtı devus edəcəyik. Çünki əzələni kəsəndən sonra əzələ, belə deyək də, şaxələri var ki, onları aralamaq çox önəmlidir. Hazırda düzgün devus edirik. Əslində əməliyyatımız qısa əməliyyatdır. Yəni burada əməliyyatımızın uzanmağının səbəbi yenə dediyim görə çapda bəzən anal papillalar olur, belə deyək də, məməciklər. Düzdür, çap əməliyyatından sonra, sfinkterotomiyadan sonra çox vaxt sorulub gedir, amma gənc pasientlərimizi, qadın pasientlərimizi narahat etdiyinə görə onu biz götürürük orada. İndi hal-hazırda onu götürürük, ona görə əməliyyatımızın biraz uzanmağına səbəb oldu. Əslində sfinkterotomiyamız heç 5 dəqiqə çəkmədi, çox qısa.